Rəqsanə İbrahimzadə geniş məlumatı təqdim eləyəcək. Rəqsanə, yenidən səni salamlayıram. Hər vaxtın xeyir olsun. Bu istiqamətdə məlumatlarını eşidək. Salam Şinarə, hər vaxtınız xeyir olsun. Elə sən az öncə vurğuladın ki, Azərbaycanda avtomobil benzini, dizel yanacağı, həmçinin maye qaz üçün tətbiq olunan yol vergisinin məbləği artırılacaq. Bu, növbəti ildən artıq qüvvəyə minə bilər. Elə bununla bağlı Milli Məclisdə bu məsələ müzakirə edilib. Yəni, Milli Məclisin vergi məcəlləsində tətbiq edən dəyişikliklər planında bu məsələ ilə bağlı məsələ nüansda əks olunub və bu da demək ki, hazırda litri üçün 2 qəpik olan yol vergisi 7 qəpiyə qədər arta bilər. Və bu da irəliləyən dövr ərzində elə yanacağın qiymətində artma səbəb ola bilər. Daha təfərrüatlı informasiyanı isə elə qonağın iqtisadçı Elçin Rəşidovdan alacağıq. Xoş gördük Elçin bəy. Təfərrüatları buyurun sizdən eşidək. Biz irəliləyən dövr ərzində benzin qiymətinin, yanacağın qiymətinin artımını müşahidə edə bilərikmi? Və Milli Məclisin bu layihəsi keçərsə, böyük ehtimaldan da keçəcəkdir. Biz 5 qəpik vergi artdığına görə mən hesab edirəm Tarif Şurası yanacağın qiymətini yenidən hesablayıb üzərinə 5 qəpik gələcəkdir. Yanacağın qiymətinin formalaşmasında başqa amillər də var, yanacağın maye dəyəri də var, aksiz vergisi də var. Amma bu yol vergisi artdığına görə o da təbii ki, yanacağın qiymətində də artım kimi mən hesab edirəm öz əksini tapacaqdır. Əlavə olaraq, bu yanacaq qiymətinin artımı digər sahələrə də iqtisadi baxımdan hansı təsirlər göstərəcək? Yanacağın qiymətinin artımı ilk növbədə makroiqtisadi baxımdan inflyasiya deməkdir, inflyasiyanı artıracaqdır. Amma eyni zamanda digər sahələrdə də yanacaqdan istifadə edən, istər onların daşınmasında, istehsalında istifadə edən bu söhbət benzindən, dizeldən və maye qazdan gedir. Onların hansının ki, maye dəyərindən istifadə edilir, onların hamısının maye dəyəri artacaqdır. Maye dəyərinin artması yəqin ki, xüsusən də yerli məhsullarda, hansı ki, beynəlxalq rəqabətə girmir, həmin məhsulların yerli qiymətini artacaq və inflyasiya töhfə verəcək. Amma o məhsullar ki, beynəlxalq rəqabətə girir, onların qiymətini artıra bilməyəcəkdir. Çünki o digər idxal olunan məhsul yerli bazarda qiyməti təyin edir. Belə olan halda ölkənin idxalı artacaq və yerli məhsulların istehsalı azalacaq. Bu halda isə təbii ki, ölkə iqtisadi artıma mənfi təsirini göstərəcək. Təşəkkür edirəm. Çox sağ olun informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün və aydın olur ki, növbəti ildən elə yanacaq qiymətləri arta bilər və təbii ki, bu da işi avtomobillə olan insanlar üçün bir qədər çətin vəziyyət yaradacaq. Çünki onlar da işini icra etməkləri üçün onlara yanacaq lazımdır və yanacağın qiyməti artdığı təqdirdə onların da işi çətinləşmiş olacaq. Eyni zamanda bu digər iqtisadi sahələrə də təsir göstərəcək. Digər sahələrdə də biz qiymət artımının, inflyasiyanın olduğunu müşahidə edə biləcəyik. Təbii ki, bir qədər çətin situasiyadır və ümid edirik ki, bu məsələ nə cürsə tənzimlənəcək. Bununla bağlı müvafiq addımlar və yaxud da layihələr müxtəlif istiqamətlərdə təqdim olunacaq ki, insanlar indiki məqamda çətin vəziyyətdə qalmasın. Çünki digər məhsulların da qiyməti onsuz da arta-arta gedir və insanların aldığı maaş onu əldə etməklərinə kifayət etmir və insanlar çətin vəziyyətdə qalmış olurlar. Ümid edirik ki, irəliləyən dövr ərzində elə bununla bağlı bu qanunun müzakirə edildiyi kimi digər insanlara vəziyyətin rifahını yaxşılaşdıracaq digər qanunlar da müzakirəyə çıxarılacaq və qəbul ediləcək. Çatıra biləcəklərimiz bu qədərdir. Söz yerindən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə. Ətraflı məlumatı bölüşdün.